Pedaqoji Universitetdə görkəmli şair Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş El bilir ki, sən mənimsən Respublika Elmi Praktik Konfransı keçirilib. Rektor Professor Cəfər Cəfərov və dekan Dosent Könül Həsənova çıxış edərək konfransın elmi və mənəvi əhəmiyyətini vurğulayıb. Professor Təyyar Salamoğlu, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Aslan Salmansoy, Bakı Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı Kafedrasının dosenti Məti Osmanoğlu, şair Səlim Babullaoğlunun məruzələri dinlənilib. Filologiya Fakültəsinin təşkilatçılığı ilə Bir Masa Min Ümid adlı xeyriyyə yarmarkası keçirilib. Yarmarkanın keçirilməsində əsas məqsəd xeyriyyəçilik fəaliyyətini genişləndirmək, ehtiyacı olanlara dəstək olmaq və tələbələr arasında həmrəylik mühitini gücləndirməkdir. Filologiya Fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Filologiya Fakültəsinin dekanı Dosent Könül Həsənova Talk to Me müsabiqəsinin qaliblərini mükafatlandırıb. Yeni təşkil olunan Mütaliədən Təfəkkürə adlı layihənin ilk tədbiri professor müəllim heyətinin iştirakı ilə Filologiya, Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr arasında keçirilib. Şifahi xalq ədəbiyyatına həsr olunmuş tədbir zamanı tələbələr Azərbaycan folklorunun zəngin irsini əks etdirən müxtəlif nümunələrlə çıxış ediblər. Onlar nağıllar, bayatılar təqdim edərək həm səhnə bacarıqlarını nümayiş etdirib, həm də milli mənəvi dəyərlərin təbliğinə töhfə veriblər. Filologiya və Pedaqogika Elmi Araşdırmalar Beynəlxalq Elmi Jurnalı 2025-ci il nəticələrinə görə mükafata layiq görülüb. Professor Mahirə Hüseynovanın təqdimatında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Qərbi Azərbaycan, əzəli və əbədi Azərbaycan torpağıdır mövzusunda açıq dərs keçirilib. Məruzəçi doğma yurt həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O, Qərbi Azərbaycanın hər bir daşının, hər bir toponiminin qədim tariximizin möhrü olduğunu qeyd edib. Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Professor Mahirə Hüseynovanın Qərbi Azərbaycan mövzusuna həsr olunmuş açıq dərsi keçirilib. O, Göyçə, Zəngəzur və Dərələyəz mahallarının qədim türk yurdu olduğunu tarixi faktlarla sübut edib. Xalqımızın öz dədə-baba yurdlarından didərgin salınmasının siyasi səbəblərini təhlil edən məruzəçi çıxışını ana şeiri ilə yekunlaşdırıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya Fakültəsinin təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, diplomat və yazıcı Vilayət Quliyevin Bəkir Çobanzadə Budapeşt dilləri kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsində Teaching English Through Literature mövzusuna həsr olunmuş elmi seminar təşkil olunub. Filologiya Fakültəsinin Xarici Dillərin Tədrisi Kafedrasının baş müəllimi Yasəmən Babayevanın təqdim etdiyi seminar çərçivəsində İngilis ədəbiyyatı haqqında məlumat verilib, bu ədəbiyyatın İngilis dilində tədrisi ilə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Filoloqun Oxu Həftəsi layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub. Dil və ədəbiyyat müəllimliyi, türk dili üzrə ixtisasında təhsil alan tələbələr ilə keçirilən müzakirə zamanı görkəmli türk yazıçısı Rəşad Nuri Güntəkinin məşhur Çalı quşu romanı tədqiqata cəlb olundu. Filologiya Fakültəsində təşkil olunmuş Bir Masa Min Ümid adlı xeyriyyə yarmarkasında fərqlənən iştirakçılar təltif olunublar. Fakültə dekanı Dosent Könül Həsənova birinci tədris ili tələbələrinin iştirakı ilə baş tutan xeyriyyə yarmarkasında yüksək nəticələr göstərən qaliblərlə görüş keçirib və onlara sertifikatlar təqdim edib. Dosent Könül Həsənova çıxışı zamanı qeyd edib ki, belə təşəbbüslər tələbələrdə həmrəylik, sosial məsuliyyət və humanist dəyərlərin formalaşmasına mühüm töhfə verir. Mey Ədəbi Dərnəyinin və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Sənaye və Texnologiya Kollecində Aşıq Ələsgərin 205 illik yubileyinə həsr olunmuş Sazın Vəhdəti, Sözün Hikməti adlı ədəbi bədii tədbir keçirilib. Ədəbi bədii kompozisiya göstərilib və şeirlər, mahnılar səsləndirilib.
Sonda tədbirdə fəal iştirak edən dərnək üzvlərinə təşəkkürnamə təqdim edilib. Pedaqoji Universitetin heyəti Bakı Slavyan Universitetində 1-ci Türkoloji Qurultayın 100 illik yubileyi münasibəti ilə keçirilən konfransda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin kollektivi Qax rayonunda Qərbi Azərbaycanla bağlı keçirilən konfransda iştirak edib. Professor Mahirə Hüseynova çıxış edərək Azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Filologiya Fakültəsinin əməkdaşları Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Mərkəzinin açılış mərasiminə qatılıblar. Filologiya Fakültəsinin elmi heyəti Professor Cəfər Cəfərovun Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən 95 illik yubiley tədbirində iştirak edib. Ədəbiyyat kafedrasının professoru Elman Quliyevin müəllifi olduğu Türk Xalqları Ədəbiyyatı kitabının təqdimat mərasimi keçirilib. Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri Dosent Şöhrət Məmmədovanın 50 illik yubileyi qeyd olunub.